Dünya görüşümüzü formalaşdıran 3 kitab. Mənim üçün çox önəmli olan kitablardan biri Herman Hessenin Siddharta kitabı olur. O insanın mənəvi halı barəsində gedən təkamülüdür. O mənə çox Ya belə təsir qısa deməyə etmişdi. kifayət edir. Çünki oxuyanlar Spoiler təhər də hə, olmasın. Martin Eden əsərini deyərdim ki, o da məndə yaxşıdır ki, onu ilkin vaxtlarda oxuyanda Jack Londonun Martin İstədim Eden deyim əsəri, və o da çox faydalıdır ki, sən görürsən ki, həqiqi uğur zahiri nailiyyətlər deyil. Yəni mən spoiler eləmək istəmirəm də ki, hardan başlayırsan sən heç nəyin yoxdur. Və hara çata bilərsən və sənə nəyin yoxdur, nəyin çatmır o. Üçüncüsü də ki, mən bunu dini roman kimi qeyd edərəm. Ayətullah Quçaninin Qərb Səyahəti adlı bir kitab.